Yeni bir Kars Motor2 videosu herkese salamlayıram. Və keçən car parking videosunda demiştim ki, eğer çatdıra bilsəm Kars Motor2 çəkəcəm. Yəni dediyim videodan sonra gəldim dedim Kars Motor2 çəkeyim, səhərə saxlamayım. Yəni videonu səhərə qoyacağam, amma videonu deyirəm car parkingdən sonra çəkeyim. Və təzə güncəlləmə gəlir, gördüyünüz kimi yeni 5 araba gəlir. Biri Meksikadır, bu deyəsən Hyundai Santa Fe'dir. Hyundai Santa Fe'dir, səhv demirəmsə. Hyundai Bentley'dir. Yeni çağ deyilən Lamborghini'dir. Asıl Mercedes cilisidir. O şey var ya, tullanan maşınlar var ya, Maybach kimi şeyler. Everest'te Toyota maşınıdır. İkinci yer gördüyünüz kimi engel parkuru var görəvi. Sonra gördüyünüz kimi yeni araç teslimatı. Yəqin ki mafiya görəvində bir dənə maşın verir, bizi apar mafiyaya verir. Deyəsən onun üçün bir görəvi təxmin edirəmsə, səhv demirəmsə. Fren diski boyasıdır. Gördüyünüz kimi burada boyayır diski. Sonra 5-ci də yol bulmadan nə qəşəng. Ürəyiniz harasdır belə tıklaya bilərsiniz, belə yəni yol göstərir. Sonra burada yeni özelliklər gəlir. Burada daily tasks'ın yerinə achievements nədir onu oxuya bilmədim. Onun yanında nə şey gəlir gördüyünüz kimi. Yeni ev gəlib, çiftlik evi gəlib, qəşəng. Səkirdəki kimi menudakı ayarlar gəlib, ayar gəlib yəni. Yəni menu yəni belə görsəniz də şəkildə göründüyü kimi 9-cu yerdə bir dənə ağaclar gəlib. Yəni buradan Salyeyə girək, Salyeyə deyirəm. Car parkingdə qalıb ağlım. Görürsünüz ki bundan 360 tam sürətidir. 1400 ağırlığı 7 manevrasıdır. O çox qəşəng maşındır. Ben roluna baxım. Babat da, sən babat maşındır. Ben şu şey açılır bunun. Nəsə gəlin şeyə gedək. Onun adı nədir? Gedə bir həm şeyə baxaq, maşınların olduğu yerə baxaq. Həm də evə çiftliyə zada baxaq, görəvlər zada. Bu bir tez girsin. Sizə videoya like atıp kanalımıza da abone olmağı unutmayın. Gəldik bura. Acaba M4'den gedək. Bu arada bir dənə şey diyeyim. Oyuna siz belə girəndə 10 km sürürsünüz. 10 km sonra sizə BMW M4 verir. Bunu yəni almamışam. Bilməm satmaq olur ya olmur, amma 10 km sürdüm o Honda Civic'i. Honda Civic'i sürdüm, bunu verdim ha 10 km-dən sonra. Səssiz sürüşdü. Görürsünüz şimdi baxın burada yol var. Baxın yola tıklayıram. Ya tıklanmadı o. Dəqiqə. Yola ne tıklanmadı o. İşaretçi ayarla. Görürsünüz kimi heç ayarlamır. Bug oldu, nəsə bug oldu, başımı bırakın onu. Heç burada ayarlanmır, məzələmə. Ha bura ayarlanmır. Baxın görürsünüz kimi belə şey var, mavi rəngi var. Yola var, görürsünüz kimi belə görürsən. Burada pulun yuxarısında xəritənin biraz alt hissəsinə görürsünüz kimi şey görürsən. 4.7 km satdı. Burada görürsünüz kimi ağaclar var, təzə ağaclar. Qəşəng olub amma. Səndən çox babat olub. Bir şeyə baxım, o görəvlərə baxım bir yenə. Görəvlər görək harda da görəvlər. Hadi baxın engel parkuru. Burada ilk engel parkuru buradadır. Sonra. Baxın burada təzə engel parkuru. Burada açılır. Gərək birinci zonaya versən, sonra o açılsın. Başqa isə ikinci görəvdə gəlib. Hansısa o ikinci görəv. Amma görsəm bu nəsə. Deyək. Yox da ikinci görəv. Amma var ikinci görəv deyəsən. Nəsə gəl siz birinci şey çiftliyə gedək. O offroad-dakı evimizə gedək. Bunun sürətinə görə seçdim. Az yaxşı getsin. Bu arada pullu maşın almayacağım çünkü bunu bu hiləni başqa şeydən indirdim, başqa fayldan indirdim. Yəni garajda yaxınlarda bir saklama yeri var, nədir? Oy, 2 təkər ama. Hə nəsə bir dənə şeydir. Ona əvvəl yəni bildiyiniz kimi 07 Lia Auto falan almışdıq, Toyota'da da almışdıq. Pullu evdə. Amma burada pullu nəsə almaq olmur. Ha pullu nəsə almaq olmur çünki başqa fayldan indirmişəm. Allah. Bu niyə cavabdaydı ona? Kayfa düşək. Biz getdik. Uçur ya o nədir? Çıxmır heç. Nəysə burada çiftlik evimiz hardadır bizim, o tərəfdədir. Sağda solda bizim çiftlik evimiz. Çox getməlidir, yox buradadır. Getdik. Driftə bax, babat drift eləyir ha. Yeni rekor, 103'ə keçdi buradan. 103'ə də gəlməyin, sakın bunu sizə belədir. Yanlarını görsən, amma güzgüsü görsən ha, babat görsən güzgüsü. Garaj izin təzə gəlmir, bax, garaj vardı burada, o testdə o. Burada garaj var idi. 100 keçdik, sürətə bax. Hər nəsə bir dənə şeyə baxaq, çıxana kimi. Burada nəsə kimi günlük görəvlərin yanında başarılar var, burada şey verir, koleksiyon. Araba koleksiyonu, 7 şey verdi, 10.000 pul, 15.000 pul verdi. Buradan yuxarı çıxaq yavaş-yavaş. Pul verir, pul yerində qalır. Dəqiqə. Başarılardan ha, buradan yaya geçidi var. Çıx görüm, oy, niyə harxı gedir ha görəsən. Oba evimiz buradadır, qəşəng. Evimiz sana babat da. Burada problem var. Bir dənə baxım ona dostlar.
Baxın yavaş gedir burada. Yerəsən palçıqdı deyə yavaş gedir. Sürət çox azalır. Mən rahat görəmirəm. 250 min pullu 4 dənə şey maşını yerləşdirmək olur. Gördüyünüz kimi sifli evimiz belədir. Yəni ki, maşına bura yerləşdirmək olur. 1 buradır, 2 bura, 3 bura, 4 də oradır yəni ki. Ev də buradır da. Amma evin içi görsənmir. Evin içi görsənmir ha. Çıx da brat. Hafif çıxdı. Sür. İşarələdik amma getmədi hələ ora. O qaraja. Şeydən maşın avtosalonuna. Avtosalona çatıb yenidən başlayırıq. Yeni bir gündən hər kəs salamlayıram. Bu gün Allah'a şükür gəlib çata bildik bu avtosalonumuza. Gəldik, saxladıq burada. Lakin of, girdi bura. Ay gərək şey olar, pullu olardı, gərək alardıq. Necə deyim, başqa həmişəki faylı olardı, alardıq. Nəsə bura girək, görürsünüz kimi, buradan 2 dənə maşınımızla başlayırıq. Ben dedim ki Mercedes ağ rəng idi aslında. Ama prosto bu şeyde qara göstərir burada. Spobot da bunu. Of. Bu ne içti o? Bu ne içti? Oy. Şeyde böyle komfort kimi də, komfort kimi istifadə etmək olur. Videonu çox uzandırmaq istəmirəm. Dedim montaj eləyəndə gecib çox gecib montaj olacaqdı ya. Ona görə nəsə buradan açıq bunu. Gördüyünüz kimi bagaj da genişdir. Bunu da test sürüş eləyə bilərik. Yəni reklam neyse anlık maşını. Ha gördüğünüz kimi. Hadi daha. O çok qəşəngdir. Of. Bu ne komfortdu. Bu ne komfort stildi la. Oh my god. Oy. Çox qəşəngdir bu. Sürətə heç baxmadım nə qədərdir. Yəni buradan maşınları evlərinə yollayaq. Facecam çox keçəli. Nəysə başım bırax. Gördüyünüz kimi şey drift var. Oy. Kontrollü gedir ha drift. Of qaqaş. Ay qaqaş, sən nə varsan brat? İkisini arasına keçmək istəyirəm. Disklərine bax ha bunun. Coş, girdim. Oy. Qoşu da. Qabat da drifti. Gəl siz çıxaq. Görevdən çıx. Hələ 30 saniyə zət sürdə. Hyundai Santa Fe çox qəşəng maşındır bu. Həqiqətən çox bəyənirəm bu maşını. Birinci şey almamışdan və bu şeydə baxaq. Test sürüş eləməmişdən və belə gördüyünüz kimi monitor zadı var, balaca monitor zadı. Nəysə buradan arxaya minərək, tez. Arxası gördüyünüz kimi belədir. Bagaja baxaq, bagajı yekədmədi. Demək olar onun kimdir bagajı. Bir dənə test sürüş. Bu maşını Hyundai Santa Fe-ni də aldıq. 4'ləri yandıraq. Aşağıdan yanır 4'ləri. Mən güzgüdən yanır, bir də qabaqdan yanır. İşıqlı gördüyünüz kimi belədir. Oy dağ pletsdi. Ayda mən bu maşını almaq istəyirəm. Dostlar bir dəqiqə. Hardan gedir? Ha buradan. Təzə şeylərə gəlib, təzə bir dənə qəşəng şey gəlib. Gördüyünüz kimi sürəti 60 amma 30 artır. Mən başa düşmürəm. Burada 20 artırsa sonra 120-dən 140-dan sonra niyə 160 olmur? 270 olur. Mənim maraqlıdır. 683 kişinin şeyi var. Bu əvvəlcən eləsən yavaş gedir ha. Yoxsa mənə gəlir. Gəlin bunu drift eləyək. O birisi maşınlara baxmayacam dostlar. Necə deyim, yəni test sürüş eləməyəcəm, sizə baxacam. Çox qəşəng şeylər gəlib, bu arada baxacağıq deyə. Oy, qəşəngdir ha bu da. Nəsə gəlin çıxaq. Çox qəşəngdir, çox zordur. Necə deyim, yeni qaraj kripto almaq üçün yarışlar, nə deyir, yarış. Modda yarışları oynayın. Gəlin gedək indi o birisi maşına. Bugatti deyirəm, Lamborghini var burada. Bunun içinə baxaq, test sürüş keçirmək istəməyəcəm. Maşın ölçüsü belədir. Yəni ki bu rolun üstündə şey var, yumru belə, necə deyim, belə şey var. Belə şey göstərir. Yəqin ki sürətçi orada göstərir. Oy, canavar Bentley. Ürəklərdə olan Bentley. Of. Şey BMW i7 var, BMW X7 deyəcəm. BMW i7 var, imeyin onun içində yəni. Onun uzunluğunda, onun içində. Amma hökmdar yazır. Yəni oyun hökmdardır bu. Sonuncu maşında bu. Sonuncu maşınımıza baxırıq. Of, bu nədir o? Bu da çiz orada. Şeydir, maşınlar hamısına demək olar monitor əkiliblər. Bu nədir? Monitor əlavə ediblər hamısına. Arxası da belə kimi nədir? Bagaj onsuz da bildiyiniz kimi bagajdır. Bunu açdıq. Bu nədir bə? Yox bunu açdım, bu nədir burada? İkisindən açmaq şeydir ki. Bir dənə tez gedə maşına minədə olsa qəşəng şey gəlib də.
Ona baxaq. Mən tezmin. Lan qapını açaq nəyə maşınımıza, arabamıza binelim bir çay içelim. Burada gördüyünüz kimi çevrimçi var. Çevrimçi yox, qrafik deyil, etkiləri deyil, kontrol. Bax kontrollər gəldi. Burada şeydir, ara yüz görünümlüyü var. Bunu bastıq. Gördüyünüz kimi mini xəritə deyil, bunu yüzdür, bunu gəl belə kiçiltdikcə xəritə belə görünməz olur da, daha qəşəng olur, görünməz olur. Devir sayacı, yəqin ki bu sürəti belə eləyir. Videoda bunları belə pol 0 eləyib qəşəng çəkmək olar. Kontrollərdə bulardı belə. Göstərəcə nədir? Hə, göstərəcə bulardı. Gördüyünüz kimi belə hamısını azaldıb, yəni heç nə görünmədim, də maşın görünür, yol görünür, belə qəşəng çəkmək olar. Video çəkmək olar. Radan başarılar, nə verdi bizə? Nə verdi bizə? Hə, bunlar pul verdi bizə. Nəysə dostlar, güncəlləməni inşallah bəyənərsiniz. Gələn videolara görüşərik. Özünüzə yaxşı baxın. Videomuza like atmağı unutmayın. Kanalımıza da abunə olun. 5000 az qalmışıq. Yəni 5000 abunə olaq. Və bir gün sonra baron maşını gəlir. Onsuz da bu indi bu dəqiqə bu videodan sonra mən bunu siləcəm. Yəni bu modu siləcəm. Həmişəki modumuzu yükləyəcəm də. Həmişəki modumuzu yükləyəcəm ki, pullu maşın almaq olsun. Yəni niyə yükləmədiyimizi deyim sizə. Çünki şeydir də, necə deyim? Əvvəlki modu yükləsəydik, əvvəl pullu maşınıza da ala bilirdi. O modu yükləsəydim o faylı. Bu güncəlləmə orada olmayacaqdı. Bu güncəlləmə yəni orada olmayacaqdı. Bir dəqiqə buna baxım. Bu gördüyünüz kimi 1.63.1-dir. Əgər onu yükləsəm 1.63.0 olacaqdı. Ya 1.62.9 olacaqdı. Ona görə bunu yüklədim. Gəlin videoları görüşərik. Özünüzə yaxşı baxın. Kanalımıza da abunə olun, videomuza like atın. Sağ olun.